Ur Duzem Hungar. Bu sözler sanki beynimin içinde əks səda verdi. Nəhayət bədheybət yerə sərildi. Qalxıb ətrafıma baxanda hər şeyi olduğu kimi gördüm. Kənarda dayanan katlarım və qocalar heyranlıqla mənə baxırdılar. Katlardan ən cavanı ucadan qışqırdı. Üstün öldü! Üstün öldü! Zümrəyə ona qalib gəldi. Bunu elan edə-edə qaçaraq uzaqlaşdı. Qocalardan biri də səsləndi. Üstünün cəsədini meydanda asıb sallandırın ki, hamı görsün. Hətta zorla yeriyən başqa qoca gəlib cəsədin üstünə tüpürdü. Mən isə hələ də özümə gələ bilməmişdim. Az qala qalib gəldiyimi hesab etdiyim döyüşü uduzacaqdım. Az qala üstünün əllərində can verəcəkdim. Qan tükəni qınına qoyub, düşüncəli halda uzaqlaşdım. Mexdəkilərə çatanda bu qələminin öldüyünü gördüm. Gülümsər sifətinə baxdım. Dedilər ki, ölməzdən əvvəl sanki ona güc gəlib. Ayağa qalxıb, məni rəhbər elan edəndən sonra canını tapşırıb. Xortan xalanın eşəmə verdiyi əmanət məndə qaldı. Onu Xortan xalaya qaytarmaq üçün saxladım. Zenanın niyə gəldiyini heç kim bilmirdi. Buna görə xəbər gətirmək üçün bir neçə katı Setraya, Dur xanımın yanına göndərdim. Zenadan, Jelkosekdən, Jinjakdan bir xəbər çıxmadı. Xasfağan Dur igidləri Dıkax, Eşem və bu qələmunu da arabaya qoyub Kisillə birlikdə Setraya yola düşdük. Şəhəri Kemə tapşırmışdım. Ölənlə Rast digərlərini bastırırdılar. Cəsədlərimizi Setranın çox dərinində olmayan talada dəfn edəcəkdik. Buranı düşmən asanlıqla tapa bilməzdi və Setraya hər gəlişimizdə məzarları ziyarət edəcəkdik. Kisillə eyni arabada oturmuşduq. Kisil, Zenit qızı olduğunu dedi. Amma Pune və Kuron dillərini də yaxşı bilirdi. Claudius'un kitabını açıb bir neçə cümlənin tərcüməsinə kömək etməyini istədim. Məmnuniyyətlə razılaşdı. Oxuduğumuz cümlələr belə idi. Məşriqli, həyatın mənasını ruhi sakitlik kimi görür. Məğribli isə böyük harmoniyaya qərq olub içində yox olmaqda. Həyatın məqsədini düşün, sonra da onu hər gün və hər işində xatırla. Xoşbəxtliyin yolu düşünməkdir. Kisil gülümsədi. İnsan öləndən sonra yox olsa, səncə həyata bir məna verməyinə dəyər? Yox olmaq üçün var olmaq, qəlbə səslənir, dedim. Yox, Sumğevi, heç kim məni öləndən sonra yox olduğumuza inandıra bilməz. Əbədiyiksə, həyata da məna verməliyik. Həyata məna veririksə, deməli əbədiyik. Elədir. Həyatın mənası, mövcudluğun səbəbi, məqsədi. Nə düşünürsən, Zumğevi? Düşünürəm ki, əbədiyik. Əvvəl yox idik. Amma sonra var olacağıq. Bu həyat isə ikisinin arasındadır. Həyat yoxluqdan varlığa, heçlikdən əbədiyyətə keçmək üçün mövcuddur. Belə düşünürəm. Deyirsən ki, bu həyat doğum sancısıdır? Bəli, dünyaya gəlmək üçün sancı zəruridir. Un olmaq üçün buğda əzilməlidir. Göl olmaq üçün damlamaq lazımdır. Qalib olmaq üçün döyüşmək gərəkdir. Əbədi olmaq üçünsə yaşamaq mütləqdir. Zəruridir. Amma istəsək də, istəməsək də bu həyata gəlmişik. Amma heç də məqsədimizə yetişdiyimizi düşünə bilmirəm. Öyrənməliyik, Kisil. Öyrənməliyik. Həyata gəlmək kifayət etmir. Yaşamağı öyrənməliyik ki, əbədi olmağı bilək. Nəyi öyrənməliyik? Öyrənməsək əbədi olmarıq? Xoşbəxt olmağı öyrənməliyik, Kisil. Bu həyatda xoşbəxt olmağı öyrənə bilsək, əbədiyyətə qovuşanda xoşbəxt əbədi olacağıq. Bu həyatda yalnız bədbəxt olmağı öyrənsək,
əbədi bədbəxt olmağı öyrənmiş olacağıq. Maraqlıdır. Bəs xoşbəxtlik nədir? Xoşbəxtlik öyrənilməsi lazım olan şeydir. Elə öyrənmək lazımdır ki, uğurlu olanda da xoşbəxt olasan, uğursuz olanda da. Dərdi olanda da xoşbəxt olasan, olmayanda da. Yəni bu mümkündür. Bəli Kisil, bu mümkündür. Bu həyatda hər çətinliyə şikayətlənmədən, ümid, inam və mətinliklə dözürüksə, mükafatını mütləq görürük. Bir qədər sonra bunu öyrənirsən. Bunu öyrənəndən sonra başına gələn hər bəlaya, hər çətinliyə, qarşına çıxan hər sıxıntıya şikayətlənmədən, mətinliklə dözürsən. Bunun mükafatını alacağına inanırsan və elə də olur. Deməli, xoşbəxtlik çətinliklərin və xoşagəlməzliklərin halını pozmasına izin verməməkdir. Şərtlərindən biri budur. Mətanətlə və ruh yüksəkliyi ilə dözmək. Başqa şərti də budur ki, hər şeyin yaxşı getməsinə dözə biləsən. Məsələn, heç bir dərdin yoxdursa və hamı sənə təşəkkür edirsə, bunun nəyinə dözmək lazımdır? Sərxoş olmamağa dözmək lazımdır. Özündən razı olub kifayətlənsən, inkişaf etmək istəməyəcəksən. Heç etməyəcəksən də. Axına qarşı üzəndə hərəkəti dayandırsan, çay səni aparacaq. Daha yaxşısını istəməyəndə də eləcə. Xoşbəxtlik yaxşı və pis şeylərə mətinliklə dözməkdir. Ümid, inam, mətanət. Səncə də xoşbəxtliyin açarları deyil? Elədir. Həyata gəlməyimiz zəruridir. Məqsədimiz xoşbəxt olmağı öyrənməkdir. Hədəfimiz isə ümid, inam və mətanəti əldə etmək. Elədir? Elədir Kisil, elədir. Çox diqqətli olmaq lazımdır. Ömrünün son günündə xoşbəxt olsan, əbədi xoşbəxtsən. İnanmaq qorxuludur Zumğeği. İnsan ən çox inanmaqdan qorxur. İnanıb yanılmaqdan, özünü aldatmaqdan qorxur. Ümid və mətanət inanmaqdan asılıdır. Ən çətini isə inanmaqdır. Qorxaqlar xoşbəxt ola bilməzlər Kisil. Qayda da belədir. Yadıma Zenanın yerə yıxılanda əlində tutduğu qırmızı parça və onu qolçağımın içinə qoyduğum düşdü. Çıxarıb Kisilə uzatdım. Burada nə yazılıb? Kisil ucadan oxudu. Biz qorxularımızdan daha böyüyük. Üstəlik, onlar gerçək deyil, biz isə gerçəyik. İkimiz də gülümsədik. Parçanı qaytardı. Yenə qolçağıma qoydum. O gün Setrada, ağacların sanki bu məqsəd üçün seyrəlib tala yaratdığı yerdə yoldaşlarımızın cəsədlərini sıra ilə dəfn etdik. Hamısı özünü qaranlığın qarşısını almaq üçün fəda etmişdi. Kisil mənə baxıb dedi. Onlar bugün böyük məqsəd uğrunda vuruşacaqlarına görə sevinirdilər. Fədakarlıq edəcəkdilər və fədakarlıq etmək insana xoşbəxtlik gətirir. Xoşbəxt idilər. Deməli, əbədi xoşbəxt oldular. Eləmi? Gülümsüyüb təsdiqlədim. Gözümün qabağında Claudius'un xəyalı canlandı. Sanki Claudius özü qarşımda dayanmışdı. Ağaca söykənib məmnunluqla mənə baxırdı. Danışmasa da onu anlayırdım. Mənimlə fəxr edirdi. Qaranlıqdan çəkib işığa çıxardığı krosa. Əsrlər sonra onun döyüşünü davam etdirən döyüşçüyə. Qəlbində xalqsaca bəslədiyi hisslərini ötürdüyü davamçısına. Ustad kimi tələbəsinə. Bələdçi kimi yolçusuna. Qütb ulduzu kimi yolunu seçən kərvana. Nəhəng ağac kimi torpaqdan baş qaldıran fidana baxır. Və bundan zövq alırdı. Mən də ona baxırdım. Baxdıqca qarşımdakı yolu görürdüm. Zena yaşayırdı, bunu hiss edirdim. Hətta əmin idim. Onu da, Jinjaqı da, Kemmi də tapacağıma dair Claudius'a söz verdim. Özüm kimi qaranlığa qərq olmuşları işığa çıxaracağıma, onun yolunu davam etdirəcəyimə, daim öyrənəcəyimə, öyrəndiklərimi öyrədəcəyimə, ümidimi heç vaxt itirməyəcəyimə, təbiətin müsbət ahəngi ilə harmoniya yaradacağıma, varlıq aləminin xidmətində duracağıma and içir və söz verirdim.
Məni qarşıda hələ çox şey gözləyirdi.